Amerika Birləşmiş Ştatlarının İran İslam Respublikasına qarşı həyata keçirdiyi 5 hərbi əməliyyat. İlk olaraq onu deyim ki, Amerika ilə İranın münasibətləri ənənəvi olaraq yaxşı olmuşdur. Yalnız İslam Respublikası qurulandan sonra münasibətlər pisləşdi. Tarixi boyu Amerikanın İrana həyata keçirdiyi ilk hərbi əməliyyat 1953-cü ildəki Ayaks əməliyyatı idi ki, Məhəmməd Müsəddiqi devirib şahın hakimiyyətini bərpa etmişdilər. Beləliklə, birinci əməliyyat 1980-ci ildə həyata keçirilən Qartal Caynaq əməliyyatı idi. Bu əməliyyat Delta Force qüvvələri tərəfindən həyata keçirilmişdi. Üsyan zamanı girov götürülmüş Amerika səfirlik işçilərini azad etməyə çalışmışdılar, lakin bu alınmamışdı və 8 Amerika hərbçisi də itirilmişdi. İkincisi 1987-1988-ci illərdə həyata keçirilən Earnestville əməliyyatıdır. İran-İraq müharibəsi zamanı İran körfəzində təhlükəyə məruz qalan Amerika və Küveyt tankerlərinin qorumaq, müşayiət etmək və yolları minalardan təmizləmək əməliyyatı idi. Üçüncü əməliyyat 1988-ci ilə aid olan Praying Mantis əməliyyatı idi. Belə ki, Amerika gəmisi İran minasına dəyib partlamışdı və buna görə də Amerika gəmiləri İran körfəzində olan neft quşqalarını dağıtmışdılar və eyni zamanda İran gəmilərini də vurmuşdular. Bir neçə İran gəmisi də batırılmışdı. Bu, Amerikanın 2-ci Dünya müharibəsindən sonra həyata keçirdiyi ən böyük dəniz döyüşü idi. Dördüncü əməliyyat 1988-ci ildə Amerikanın Visconti gəmisi tərəfindən İranın sərnişin təyyarəsinin vurulması idi. 290 nəfər öldü, lakin Amerika İrandan hələ də üzr istəmədi. Və ən nəhayət 5-ci əməliyyat Stuxnet əməliyyatı idi. 2010-cu ildə Amerikanın fiziki, maddi ziyanla nəticələnən tarixdə ilk kiber hücumu idi. Bu Natanz atom reaktoruna Amerikanın hücumu idi ki, 1000-dən çox kompüter sıradan çıxarılmışdı və uranı zənginləşdirmə əməliyyatı isə bir neçə illik müddətə dondurulmuşdu.